Yaxşı gəlirmi? Bəli. Aha. Bu gün sizə deməli şəxsiyyətin formalaşması və inkişafı haqqında danışacağıq. Bu mövzunun içərisində biz təxminən 3 hissəyə toxunacağıq. Həmin hissələrdən biri deməli şəxsiyyət haqqında konsepsiyalardır. Digəri şəxsiyyətin formalaşmasına təsir edən amillərdir. Digəri şəxsiyyətdə əxlaqi dəyərlərin formalaşması mərhələləridir. Ondan sonra isə Jung'un introvert və ekstrovert şəxsiyyət tipləri haqqında məlumat verəcəyəm. Mən indi ekran paylaşımı eləyəcəyəm. Ekran görünürmü? Aha. Deməli, əvvəl başlığı bura yazın. Şəxsiyyətin formalaşması və inkişafı. Bunu mən bir qədər böyüdürəm ki, bu ekranda daha yaxşı görünsün. Biraz da tündləşdirirəm. Demək belə, biz ilk öncə danışacağıq ki, şəxsiyyətin inkişafı və formalaşması və inkişafı haqqında. Ümumiyyətlə, şəxsiyyətlə bağlı, şəxsiyyətin əmələ gəlməsi ilə bağlı müxtəlif düşüncələr var. Dünyada olan bütün düşüncələri ümumiləşdirsək, biz bunları 3 istiqamətə bölə bilərik. Var bioloji konsepsiya, var sosioloji konsepsiya, bir də var biososioloji konsepsiya. Deməli, bioloji konsepsiya nədir? Dünya alimlərinin bir qrupu, dünya mütəxəssislərinin bir qrupu düşünür ki, insan və ya şəxsiyyət bioloji varlıqdır. Yəni, dünyaya gələrkən genetik olaraq, irsi olaraq hansı bacarıqlarla dünyaya gəlirsə, elə ömrünün sonuna qədər də həmin bacarıqlar onu şəxsiyyətə dönüşdürür. Yəni, bu sosial tərəfi qəbul eləmir, genetikanı əsas götürür. Biz sizə nəzəriyyələri keçəndə gördünüz ki, məsələn, Piaget nəzəriyyəsi genetikanı əsas götürürdü. Yəni, o deyirdi ki, əqli inkişafın əsasında bioloji inkişaf dayanır. Deməli, Piaget kimi alimlər, mütəxəssislər bioloji konsepsiyanı önə çəkir, genetikanı əsas götürür. Burada əsas faktor odur ki, insan genetik olaraq hansı bacarıqlarla dünyaya gəlirsə, həmin bacarıqlar da onun şəxsiyyətini formalaşdırır. İkinci qrup alimlər isə sosioloji konsepsiyanın tərəfdarlarıdır. Sosioloji konsepsiyanın tərəfdarları isə genetikanı yaxın buraxmır və istənilən halda düşünür ki, şəxsiyyət sosiallaşma zamanı əmələ gəlir. Sosiallaşma prosesində şəxsiyyət əmələ gəlir. Sosioloji konsepsiyanın açar sözü sosiallaşma sözüdür. Mən indi onu sizə materialda da göstərəcəyəm ki, sosiallaşma sözünü özünü hansı formada göstərir. Üçüncü konsepsiya tərəfdarları isə biososioloji konsepsiya adlanır. Biososioloji konsepsiyada olan nümayəndələr düşünürlər ki, insanın şəxsiyyət kimi formalaşmasında həm genetika əsas amil rolunda çıxış eləyir, həm də sosial mühit, sosial təsirlər əsas amil kimi təsir göstərir. Yəni, təkcə genetika olsa, sosial mühit pis olarsa, o şəxsiyyət zəif inkişaf eləyər. Genetika da olmalıdır, sosioloji tərəflər də olmalıdır ki, bunlar birləşib insanı əmələ gətirə bilsinlər. Deməli, dünyada 3 cür konsepsiya oldu. Bioloji konsepsiya, sosioloji konsepsiya, bir də biososial konsepsiya. İndi burada deməli, materiallarda, qoy mən bunu da göstərim sizə. Məsələn, bioloji konsepsiyanın tərəfdarı, əsas nümayəndəsi Sigmund Freud olub və o nə deyir?
Deyir ki, şəxsiyyət təbii varlıq olmaqla bütün davranışını anadan olanda özü ilə gətirir. Sosioloji konsepsiya nümayəndələri isə insan bioloji varlıq olduğunu qəbul edir. Amma bununla yanaşı, ünsiyyətdə olduğu sosial qrupların təsiri ilə tədricən sosiallaşması fikrini qəbul və müdafiə edirlər. Və görürsünüz, sosiallaşması sözünün altından xətt çəkmişəm, çünki açar sözdür. Biososioloji konsepsiyanın nümayəndələri isə şəxsiyyəti iki yerə bölür və hesab edirlər ki, insanda gedən psixoloji proseslərin bioloji əhəmiyyəti var, həm də belə əlamətlər şəxsiyyətin sosial amil kimi istiqamətlənməsini müəyyənləşdirir. Onlar belə hesab edirlər ki, insan xüsusi bioloji fərd kimi doğulur, sosial həyat şəraitinin təsiri altında şəxsiyyətə çevrilir. Deməli, bu üç konsepsiya haqqında sizə məlumat verdik. İndi isə məlumat vermək istəyirəm ki, şəxsiyyətə hansı amillər təsir göstərir. Burada yazıram, şəxsiyyətin inkişafına təsir edən amillər. Deməli, dünya pedaqogikada da, psixologiyada bu qənaata gəlib ki, şəxsiyyətin inkişafına 3 amil təsir göstərir. Bunlardan birincisi irsiyyətdir, yəni genetikadır. Amma onu qeyd edim ki, genetika artıq aparıcı amil deyil. Yenə də amillərdən biridir, amma artıq irsiyyəti aparıcı amil saymırlar. Məsələn, mən sizə behaviyorizm nəzəriyyəsini keçəndə, operan şərtləməni keçəndə orada bir daha sizə izah edəcəyəm ki, irsiyyət artıq rol oynamır. İnsan davranışına irsiyyət, ata-ananın təsir faktoru demək olar ki, yoxdur. İkinci amil gəlir tərbiyə. Yəni, bu insana davranışı necə öyrədiblər, özünü aparmasını, hərəkətləri necə öyrədiblər. İkinci amil budur. Üçüncü amil isə gedir mühit amili. Demək, şəxsiyyətin inkişafına 3 dənə amil təsir göstərir. İrsiyyət amili, tərbiyə amili, mühit amili. Mühit özü də 2 yerə bölünür. Var təbii mühit və ikinci olur sosial mühit. Məsələn, evinizdə, ata-ananızın yanında özünüzü rahat hiss edirsiniz, orada rol oynamağınıza ehtiyac olmur. Hətta rol oynamaq istəsəz ata-ana deyəcək ki, abala özünü kimə göstərsən. Çünki orası sənin təbii mühitindir. Evdəsən, övladlarınla, ata-ananla münasibətin buna aiddir. Amma məktəbdəki münasibətin, kollecdəki münasibətin, avtobusdakı münasibətin, evdən kənarda bütün münasibətləri isə sosial mühiti əmələ gətirir. Məktəb mühiti sosial mühitdir, ev mühiti isə təbii mühitdir. Bu da oldu şəxsiyyətin inkişafına təsir edən amillər. İndi isə gəlirəm digər bir hissəyə, xarakterin əmələ gəlməsi haqqında danışacağam. Təbii mühit haqqında burada da var. Çox diqqətli olun. İnsanda xarakterin formalaşmasının mərhələləri vardır. Düzdür, bu kitabı mən vəsaiti 2020-ci ildə yazmışam. Həmin ildə bu mövzu hələ təzə daxil olurdu. MİQ sertifikasiya o vaxt yox idi, MİQ imtahanlarına. Biz o mövzunu həmin dövrdən araşdırıb daxil eləmişik. Günü bugün hər il demək olar ki, MİQ imtahanlarında bu istiqamətdə suallar düşür. İnsan şəxsiyyətin formalaşmasında dəyərlərin formalaşması önəmlidir. İnsanda dəyərlərin formalaşmasında 5 dənə mərhələ var və çox diqqətli olun. Birinci mərhələ nə adlanır? Əxlaqi dəyərlərin olmadığı dövr. 0-2 yaşı əhatə eləyir. Məsələn, sizə bir nümunə göstərim. Deyək ki, sən evdəsən, böyüklərin evə girəndə ayağa qalxırsan, onlara yer verirsən. Amma deyək ki, sənin övladının hələ 2 yaşı var, nəinki böyüklər üçün ayağa qalxmır, hətta onları tənqid edir, bəzən onları təhqir edir, bəzən onları əsəbləşdirir. Sən ona bir hirslənəndə, əsəbləşəndə, məsələn, sənə valideynin deyir ki, uşaqdır, onunla işin olmasın. Niyə? Çünki onun əxlaqi dəyərləri yoxdur. Yəni, burada uşaq öz fiziki hərəkətlər, fiziki ehtiyacını ödəmək üçün istədiyini eləyir.
Onun üçün maraqlı deyil, bu məndən böyükdür, bu məndən kiçikdir, bu mənim atamdır, yoxsa bu mənim anamdır. Yəni, bunda əxlaqi dəyərlər yoxdur. Bu, əhatə edir 0-2 yaş dövrünü. Nəyin doğru, nəyin yanlış olduğunu dərk etmir. Bu, adlanır əxlaqi dəyərlərin olmadığı dövr. Uşaq 2 yaşdan 6 yaşa doğru irəliləyəndə ikinci mərhələ əmələ gəlir, özünə yönəlmə mərhələsi. Və bu çox maraqlıdır. Uşaq öz maraqlarını ayırd edə bilir, qaydaları bilir. Lakin qaydalara əməl etmək istəmir və özünə əziyyət vermir. Özünü məmnun etməyə çalışır. Mən həmişə bu məqamda belə bir nümunə göstərirəm ki, məsələn, evdə hamısı ailə əyləşib, məsələn, baba xəbərləri izləmək istəyir televizorda, deyək ki, nənə hansısa bir filmə baxmaq istəyir, deyək ki, məsələn, ata futbola baxmaq istəyir, amma hamı əyləşib cizgi filmə baxır. Niyə? Çünki televizorun pultu idarə etməsi uşağın əlindədir. Uşaq nəyə baxırsa, bütün evdə ona baxır. Çünki uşaq özünə əziyyət vermir ki, bir də mən cizgi filmə baxmayım, bəlkə qoy onlar futbola baxsınlar. Belə olsa əziyyət çəkəcək axı. Çünki öz istədiyindən vaz keçir. Özünə yönəlmə mərhələsində əziyyət çəkmir, çünki istədiyini eləyir. Buna deyilir özünə yönəlmə mərhələsi. 2 yaşdan 6 yaşa qədərki dövrdür. Bu dövrdə biz adətən deyirik ki, uşağa olmaz demək olmaz. Yəni, həmin mərhələdə uşağın nazı ilə oynayırlar, dediklərini eləməyə çalışırlar, xətrinə dəymirlər və uşaq da rahatdır, bilir ki, bütün ev onun ətrafına fırlanır, onun başına dolanır və bu şəkildə düşünür. Elə ki, uşaq 6 yaşdan sonraki dövrə qədəm qoyur, 12 yaşa qədərki dövr adlanır ənənələrlə ayaqlaşma dövrü. Məsələn, uşaq məktəbdən çıxıb evə gələndə görür ki, yolda sinif yoldaşları futbol oynayır və bu da istəyir sumkasını qoysun, onlara qoşulub futbol oynasın. Birdən yadına düşür ki, axı buna deyirlər, məktəbdən çıxıb düz evə gələsən, yoxsa onu cəzalandıra bilərlər. Uşaq sumkasını götürür, kör peşman, hərəkət eləyir, amma fikri futbolda qalır. Özünə əziyyət verir də, futbol oynamaq istəyirdi, amma eləmədi və əziyyət çəkməyə başlayır. Biz buna deyirik ənənələrlə ayaqlaşma dövrü. Hansı ki, bu dövrdə valideynlər də övladlarına qadağalar qoyurlar. Əgər bundan əvvəlki mərhələdə uşaq televizora istədiyi qədər baxırdısa, bu mərhələdə deyirlər ki, bax, yarım saat baxa bilərsən. Nə bilim, telefonla, planşetlə 15 dəqiqə məşğul ola bilərsən. Çünki burada artıq istəyir ki, valideyn onun hər dediyini eləməsin. Uşağa başa salsın ki, bunlar limitlidir. Biraz əziyyət çəkməsən, dözməlisən, iradəli olmalısan. Ümumiyyətlə, iradəli olmaq pedaqogikada, tərbiyənin inkişafında müsbət xarakter sayılır. İradəlik həmişə müsbət sayılır. Ənənələrlə ayaqlaşma dövrü hardasa iradəliliyi əmələ gətirir, dözümü əmələ gətirir. Gəldik 4-cü mərhələ. Bu çox çətin dövrdür. 12 yaşdan 18 yaşa qədərki dövrü əhatə edir. Qeyri-rasional şuur dövrüdür. Qeyri-rasional şuur dövründə yeniyetməlik dövrü yaşanır. Qeyri-rasional nə deməkdir? Məntiqsiz dövrdür. Deyir ki, bu dövr insan həyatının ən çətin dövrüdür. Hesab edək ki, böyük bir dənə maşını, böyük bir kamazı körpə uşaq idarə edir. Hara istəyir vurur, hara istəyir çırpır. Bu nə deməkdir? Kamaz gör nə gündə idarə olunur. Ona görə də bu yaşda olan uşaqların boyuna fikir verməyin. Boyu ilə ağlı tərs mütənasibliyi təşkil edir. Boyu hündürlü, deyirsən ki, bu boya yaraşmır da, bu sadə hərəkət, bu adi hərəkət. Amma o beyinə yaraşır, o hərəkəti eləyir. Elə ki, böyük bir dənə bədəndə körpə uşağın beyni var. Yeniyetməlik dövründə qeyri-rasional şuur dövrü deyilir, çünki məntiqsiz düşünür. Məsələn, gedir mağazaya çörək almaq istəyir, artıq məsəl üçün də çörək deyək ki, 60 qəpikdir. Məsələn, bu 70 qəpik verir, indi ona 10 qəpik qaytarmaq istəyəndə deyir ki, lazım deyil. Belə fikirləşir ki, bu 10 qəpiyi almaq ayıbdır. Məntiqsiz düşünür. Karyera düşünmür. Görürsən ki, məsələn, karyeradan başqa hər şey düşünür. Mən üçün bunu eləyin, onu eləyin. Valideyn onu başa sala bilmir ki, abala sənin hələ karyera qurmamışsan, sən özün hələ özünü idarə edə bilmirsən, bu nə düşüncələrdir səndə? Bu dövrdəki uşaqlar belə
nağıl kimi düşünür çox vaxtı, xəyalpərəst kimi düşünür. Ona görə, məsələn, imtahanlarda nəticə toplaya bilməyəndə görürsən özlərinə xətər yetirirlər. Çünki onlar o qədər məntiqsiz düşünürlər ki, elə bilirlər ki, imtahandan kəsilmək faciədir, həyatın sonu deməkdir. Və bu dövrdə xüsusilə valideynlər ehtiyatlı olmalıdırlar övladları ilə. Bəzən uşaq evdən küsə bilər, gedib günlərlə gəlməyə bilər. Bəzən bu dövrdə siz də bu dövrü yaşamısınız. Bəzən qayıdıb valideynlərinizə demirsiniz, mən üçün nə eləmişsiniz? Baxın, filan kəsin valideynləri onun üçün nələr eləyib. Və bu gün də əyləşib fikirləşirsiniz ki, biz niyə belə eləmişik? Ax, bu düzgün fikir deyildir. Valideynlər sağ olsun ki, bizə dözüblər. Hətta bu dövrdə biz Piagetdə də demişdik, risklər edirlər. Yüksək sürətlə maşın idarə edirlər ki, mənə heç nə olmaz. Evdə nə bilim, qazı yandırıb, xodun bərk verirlər, oyun oynayırlar, yoxlamaq istəyirlər, eksperiment aparmaq istəyirlər. Amma bəxtləri gətirir, xətər baş vermir və sonra da fikirləşir ki, biz niyə belə edirdik, hansı ağılla bunu edirdik? Bütün bunlar müşahidə olunur qeyri-rasional şuur dövründə. İndi mən bunları sizə deyə siz düşündünüz ki, axı sizin tanıdığınız kimlərsə var, deyək ki, 50 yaşı var, hələ bu düşüncədədir, bəli, ola bilər. Biz burada 6-12 yaşı ona görə, ya 12-18 yaşı ona görə qeyd eləmişik ki, yəni əksər insanlar 12-18 yaş arasında bu vəziyyətə düşə bilər. 5-ci və sonuncu dəyərlərin formalaşdığı mərhələsi isə rasional şuur dövrü adlanır, məntiqli dövr adlanır, hər şeyi düşünür, yetkin insanlar kimi, məsələn, onlar qərarı birbaşa səthi müzakirə ilə vermirlər, dərindən düşünürlər, məsələn, özləri qərar verirlər, yəni məntiqlidirlər, hər bir şeyin hesabını apara bilirlər, hər bir şeyin səbəb nəticəsini bilirlər. Yəni, burada artıq hiss olunur ki, bəli, bu insan yetkin insandır. Bu, harada baş verir daha çox 18 yaşdan yuxarı. Baxın, bu 5 mərhələnin hər biri testə düşə bilir. Hər bir mərhələ düzdür, təxmini olaraq bu şəkildə bölünür, əksər hallarda bu cürdür və bu şəkildə bölünür. Amma, yəni elə insanlar ola bilər ki, məsəl üçün də, o hələ məsəl üçün 30 yaşındadır, indi hələ ənənələrlə aylaşma dövrüdür. Bugünə qədər onu ərköyün böyüdüblər, indi özünə qadağalar qoya bilir, əziyyət çəkə bilir. Elə insan var ki, 50 yaşı var, hələ özünə yönəlmədədir. İstədiyini edir, imkan vermir ki, istədiyi olmayanda dava salır. Elə insan var ki, 15 yaşı var, amma rasional düşünmədədir. Çünki həyatda o qədər bəlkə boşa düşüb, bu həyatın gerçəkliklərini, məntiqini dərk edib. Yəni ki, biz burada düzdür, testdə bizə düşəndə, bizə dəqiq düşəcək ki, 0-2 yaş əxlaqi dəyərləri olmadığı dövr, 2-6 yaş özünə yönəlmə, 6-12 yaş ənənələrlə ayaqlaşma dövrü, 12-18 yaş qeyri-rasional şuur, 18 yaşdan yuxarı da biz deyəcəyik rasional şuur dövrü. Bu da oldu dəyərlərin formalaşması mərhələləri. Buraya qədər kimin sualı var? Kimənə aydın deyil? Aydındır mən. Aha. Aydın. Lap yaxşı, lap gözəl. Mən indi sizə bugün bir də nəyi təqdim edəcəyəm? Jung'un yanaşmasını. O bizim PDF-dədir. Əlavə sizə göndərdiyim PDF-ini qrupa atdım. Bu həmin PDF-i də sizinlə paylaşım. Aha. Şəxsiyyətin formalaşdırılması və inkişafında Jung'un araşdırması. Baxın, mən nəyə görə bu 3 mövzunu birləşdirib sizə təqdim edirəm? Çünki siz ki, növbəti dəfə testi işləyəcəksiniz, mən bugün yazaram o testi. O testin daxilində bu proseslər gedir. Yəni, bütün bu 3 dənə mövzu üçünə də toxunurlar. Demək, görkəmli mütəxəssislərdən biri də Jung olub. Jung'un araşdırmasına görə 2 cür şəxsiyyət tipi mövcuddur. Ekstravertlər, bir də introvertlər. Və çox diqqətli olun. Ekstravertlər kimlərdir? Ekstravertlər bir-birinə tez ünsiyyətə girənlər, bir-birinə zarafatlaşa bilənlər, tez qaynayıb qarışanlar. Belə insanlar ekstravertlərdir. Biz fikirləşirik ki, bu insanlar əladır da, bu insanlar nə yaxşı sosiallaşır, nə yaxşı tez qaynayıb qarışır və deyirik ki, bu insanla nə yaxşı dil tapmaq olur. Amma ekstravertlərin mənfi tərəfləri nələrdir?
onlara kənar təsirlər çox təsir göstərir. Təklik onlara cansıxıcı gəlir. İnsanlarla ünsiyyətdə həvəslənə bilirlər. İstəyirlər diqqət mərkəzində olsunlar. Yəni, hamı bunları diqqətdə saxlasın. Nəticə çıxarmaya bəzən tələsirlər. Bu zaman qısa müddətli yaddaşdan istifadə edirlər. Demək, qısa müddətli yaddaşdan istifadə yaxşı hal deyil. Məlumatlar arasında sürətlə əlaqələr yarada bilirlər və ona görə tez nəticəyə gəlirlər. Bəzən dərindən düşünmədən nəticə çıxarırlar ki, bu da olan fikirlərin tez-tez dəyişə bilirlər. Deməli, ekstravert şəxsiyyət tipi ünsiyyətçil insanlardır, hamı ilə dil tapa bilən insanlardır. Amma mənfi cəhəti odur ki, bəzən qərarları özləri verə bilmir. Kənar insanlar, bəzən ailələr, ata-ana, bəzən dostları onların fikrini dəyişə bilirlər. İkinci tip insanlar introvertlərdir. Bax, diqqətli olaq bir dənə. Məsələn, introvert o demək deyil, özünə qapalı insanlar. Yox, introvert də müasir insandır. Utancaq insandan söhbət getmir. Filankəs utanır, introvertli yox. Introvert insanlar təklikdən daha çox zövq alırlar. Uzun müzakirələri, xüsusilə səthi müzakirələri sevmirlər. Dərin müzakirələri sevirlər. Təklikdə güc alırlar, təklikdə sıxılmırlar. Şəxsi subyektiv mülahizələrə əsasən nəticə çıxarırlar. Yəni, ola bilsin ki, hamıdan məsləhət eləsin, amma öz bildiyini eləyəcək. Heç vaxtı kiminsə ona göstərdiyi yolu öz yolu kimi seçib yerinə yetirmir. Özü düşünür, özü qərar verir. Nəticə çıxarmaq üçün daha çox düşünürlər. Biz buna deyirik uzun müddətli yaddaşdan istifadə. Məsələn, ekstravertlərdə qısa müddətli yaddaş idi, bu isə uzun müddətli yaddaşdır. Nəticə çıxarmaq üçün anında qərar vermirlər. Bəzən bir şeyi 1 ay, 2 ay, bəzən 3 ay düşünürlər. İntrovertlər düzdür, nəticəyə biraz gec gəlirlər, amma daha düzgün nəticələrə gəlirlər. Deməli, ekstravertlər hamı ilə ünsiyyətə tez girənlərdir, introvertlər isə əksinədir. Ekstravertlərdə olan hər bir şeyin əksi introvertlərdədir. Amma ola bilsin, siz düşünürsünüz ki, biz bəzi məsələlərdə ekstravertik, bəzi məsələlərdə introvertik. İndi biz hansı qrupa aiddik? Bunun üçün Jung üçüncü bir tip ayırır, bunun adını qoyub ambivert tip. Son illərdə aktualdır. Ambivert tip insanların müəyyən situasiyalarda həm ekstravertlərə aid, həm də introvertlərə aid əlamətləri olur. Yəni, ambivert bu iki tipin ortası hesab olunur. Deməli, dəyərli dostlar, sizə şəxsiyyətin formalaşması və inkişafında Jungun yanaşmasını da təqdim elədik. Ekstravert, introvert və ambivert tip insanlarla tanış olduq. Və bugün bir daha nəzərinizə çatdırım ki, biz bugün nələr elədik. Mən burada paylaşımı dayandırım. Biz bugün 3 istiqamətdə məsələlərə yanaşdıq. Birinci istiqamət şəxsiyyətin inkişafı və formalaşması haqqındaydı. Və biz bu mövzunun içərisində şəxsiyyətin yaranması, formalaşması haqqında 3 dənə konsepsiya ilə tanış olduq. Bioloji konsepsiya, sosioloji konsepsiya və biososioloji konsepsiya. Ondan sonra isə şəxsiyyətin inkişafına təsir edən amilləri biz diqqətə çatdırdıq. Həmin amillər hansılar idi? İrsiyyət idi, tərbiyə idi, bir də mühit idi. Biz dedik ki, irsiyyət aparıcı amil deyil. Mühiti isə 2 yerə böldük. Təbii mühit bizim evdəki mühitimiz, sosial mühit isə məktəbdəki mühitimiz. Sonra gəldik insanda əxlaqi dəyərlərin formalaşması mərhələlərinə və gördük ki, biz insanları yaşlarına görə 5 hissəyə böldük. Əxlaqi dəyərlərin olmadığı dövr 0-2 yaş, özünə yönəlmə mərhələsi 2-6 yaş, deməli, ənənələrlə ayaqlaşma dövrü 6-12 yaş, qeyri-rasional şuur dövrü 12-18 yaş və rasional şuur dövrü 18 yaşdan yuxarı olan insanlar. Və sonra isə gəldik, şəxsiyyətin tipləri haqqında qeyd elədik ki, Jungun yanaşması var. Jung mütəxəssisdir, alimdir. Ona görə insanlar ekstravert tipində ola bilərlər, bir də introvert tipində ola bilərlər. Ekstravertlər çox hərəkətli, çox tez qaynayıb qarışan, introvert isə bunun əksidir.
Ancaq bəzi insanlar var ki, həm ekstravertin xüsusiyyətini özündə daşıyır, bəzən də introvertin xüsusiyyətini özündə daşıyır. Biz buna dedik ambivert. Məsələn, mən deyirəm ki, Aynur müəllimə dostları ilə məsləhətləşdi, amma gəldi yenə düşünüb qərar verdi. Deməli, dostları ilə də məsləhətləşir, düşünür, qərar da verirsə, deməli, burada dostlarına məsləhət almağa ehtiyac duydu. Ehtiyac duyursa, bu ekstravertdir. Özü qərar verirsə, bu introvertdir. Deməli, Aynur müəllimə hansı tip ola bilər? Ambivert tip ola bilər. Bugünlük bu qədərdir bizim izahımız. Kimin sualı varsa verə bilər. Kimə qaranlıq qaldısa soruşa bilər. Çox sağ ol müəllim, aydındır. Aynur müəllimənin hər hansı bir sualı qalmayıb. Nazənin müəllimə, Çox sağ olun müəllim, izaha görə. Ceyhuna müəllimə, Aydındır hər şey müəllim. İnşallah oxuyanda laf aydın. aha. Deməli, siz nə edəcəksiniz? Kimdə Qaniyenin, Goleman nəzəriyyəsinin testləri qalıbsa, onları da işləyəcək. Bizim bugünkü dərsin testləri var, onları da işləyəcək. Və bir də nəzəriyyə ilə bağlı inteqrativ testlər var, onları da işləyəcək. Mən qrupa yazacağam. Həmin testləri mənə, deməli, bugün həftənin 6-cı günüdür. Növbəti həftənin 2-ci günü. 2-ci gününə qədər bunu çatdırmalısınız. Çünki bizim vaxtımız çox deyil. Bizim növbəti bölmələr bizi gözləyir və biraz sürətli şəkildə irəliləməliyik. Bilmədiyimizdə qrupa və ya WhatsApp-a yaza bilərsiniz. Burada müzakirə edə bilərik. Bugünlük bu qədərdir. Mən çalışacağım bu videonun da YouTube kanalımızda qoyaq ki, bizdə bugün dərsdə iştirak edəməyən yoldaşlar da ondan istifadə edə bilsinlər. Bu qədər.